İndi məsələn abituriyentlər də var. Biz bu texniki tərəflərlə danışırıq. Qısa müddətdə imtahana bir gün qalıb, 2 gün qalıb, ənənəvi bir üsuldur. Necə edək ki, biz böyük materialları tez bir zamanda mənimsəyək? Söhbət oxumaqdan gedir. Bizdə material deyil. Mən oxumaq ən effektiv öyrənmə metodu deyil. Mən xoşum gəlmir oxumaqla öyrənməkdən. Mən səhvlərlə öyrənməyi xoşlayıram. Bir halda ki, biz məcburuq deyək ki, abituriyent olaraq oxumaqla öyrənək. Mən məsləhət görürəm ki, əvvəla sürətli oxuyun. Mətni oxumamışdan qabaq, onu bir hər səhifəsindən 2 saniyə gözdən keçirin. Siz narahat olmayın, beyin onsuz onu çəkir. İkincisi də öz sürətinizi tapın da, yavaş sürətlə yox. Gördünüz ki, beyniniz yeməyə və s. gelirsə, birinci yavaş oxuyursunuz. Üçüncüsü, kitabı özünüzünkiləşdirin. Bu kitab deyək ki, indi müəllifindir. Siz kitabın üstündə qeydlər aparın. Müəllifi, əgər oxumaq çətindirsə, müəllifi tənqid edin. İnsan tənqid edəndə ağıllı olur. Sonra oxuya-oxuya təsəvvür edin ki, səhnədəsiz. İnsanları öyrədirsiniz. İnsan öyrədəndə, hətta mənim ən çox sevdiyim öz cümləmdir ki, bir şey bilmirsənsə öyrət. İnsan öyrədəndə özü də öyrənir. Özünü asıl olaraq öyrənir. Çünki bir var ki, siz jurnalistsiniz, bəlkə də bilmirsiniz ki, siz nə qədər qiymətli biliyə maliksiniz. Amma mən deyim, bir dənə öyrədim. Siz deyirsiniz ki, oturanda belə. Siz bir də baxarsınız ki, nə qədər xırda biliklərinizin həcmi də əslində. Əslində fərqində deyilik, bəli. İndi siz bilib öyrətsiniz ayrı, bilməyib öyrədəndə də məcbursunuz həmin xırdalıqlarla hərəkət edəsiniz. O sizin öyrənmənizə kömək eləyir. Bir də sistematik təkrar. Oxuduğunuzdan sonra bir 10 dəqiqə fasilə verin. Telefon fasiləsi deyil bu fiziki fasilədir. 10 dəqiqədən sonra oxuduğunuzu, 1 saat oxuduğunuzu bir 10 dəqiqəlik təkrarlayın. 10 dəqiqədən sonra bağlayın. Bütün mətni oxumayın. Beyniniz onsuz, şüuraltınız nə lazımdır bilir onsuz da. Sonra 1 saatdan sonra bir də təkrarlayın 5 dəqiqəlik. Bir gündən sonra 5 dəqiqəlik. O artıq 90% garantiyadır. Və yaxşı olar ki, qeydlərinizi vizual eləyin, aktiv oxuyun. Biz ona deyirik aktiv oxumaq. Və yaxşı olardı ki, insan nə vaxt bir məlumatı yadda saxlayır. İstər futbol olsun, istər kitab olsun, əvvəli bir də sonra. Ortasında biz həmişə gedirik həvəsi. Film izləyəndə də elədir. Film izləyəndə elədir. Mən bir arada çoxlu fasilə eləyin ki, əvvəl və son effekti sayı artsın da.